Adi keks xəmirindən çox ləzzətli, yumuşaq, sadə bir tort hazırladım. Bunun üçün 3 ədəd yumurtanın üzərinə 1 çimdik duz, 1 paket vanil və 1 stəkan şəkər tozu əlavə edib çırpıcı vasitəsilə 2 dəqiqə müddətində qarışdırırıq. Bunları 2 dəqiqə qarışdırdıqdan sonra üzərinə yarım stəkan duru yağ, 1 stəkan qatıq və 1 paket yarım qabartma tozu əlavə edib yenə də qarışdırırıq. Ən sonda isə 2 stəkan unu hissə-hissə əlavə edərək xəmirimizi qarışdırırıq və xəmirimiz hazırdır. Mən tortumuzun xəmirini 28 sm olan qəlbin içərisində hazırladım. Formanı yaxşı duru yağla yağladım. Xəmiri əlavə etdim. Sobanı da öncədən yandırmışam. 180 dərəcədə sobanın ən alt gözündə 35 dəqiqə müddətində bişiririk. Bu müddətdə də krem hazırlayırıq. Krem üçün də 150 qram kər yağımızı yaxşı mikserlə ağırana qədər qarışdırırıq və yarım bankadan bir xörək qaşığı artıq qaynanmış, qatlaşdırılmış süd əlavə edirik, qarışdırırıq və budur. Kremimiz də hazırdır. 35 dəqiqə keçdikdən sonra bişib-bişməməyini çöp vasitəsilə yoxlayıram və sobadan götürüb soymağını gözləyirəm. Bir qədər ilıq hala gəldikdə formadan çıxardıram. Tam soyduqdan sonra kənarlarını kəsirəm və tortun üzəri üçün ovuntu hazırlayıram və keks xəmirini də ortadan 2 yerə bölürəm. Südlə nəmləndirib kremləyirəm aralarını, üzərini və kənarlarını. Yaxşıca kremlədikdən sonra tortun öz ovuntusu ilə kənarlarını, üzərini örtürəm. Biraz da qoz ləpəsindən istifadə etdim və budur. Tortumuz hazırdır. Yumuşaq, çox ləzzətli bir tort alınır. Tortu yarım saat gözlətdikdən sonra nuş edə bilərsiniz. Göz haqqınızı halal edin. Hazırlayan hər kəsə nuş olsun. Yeni videolarda görüşmək ümidilə. Hələlik.